Azərbaycanda median aylıq kirayə haqqı 1002 manat olub. Bu, Mərkəzi Bankın illik maliyyə sabitliyi hesabatında öz əksini tapıb. Kirayə qiymətləri daşınmaz əmlak bazarında kapitalizasiya müddətini 20,9 il səviyyəsinə yüksəldib. Bu isə mənzilə yatırılan vəsaitin kirayə gəlirləri hesabına geri qayıtmasının 20 ildən çox vaxt aparması deməkdir. Eyni zamanda son bir ildə bu müddət daha da uzanıb. Səbəb isə mənzil satışı qiymətlərinin kirayə qiymətlərini üstələməsidir. Mütəxəssislər deyirlər ki, bazarda qiymət artımı artıq kifayət qədər hiss olunan mərhələyə keçib. Kirayə qiymətləri qonşu dövlətlərlə müqayisədə hələ o qədər də yüksək sürətlə və templə artıma məruz qalmayıb. Baxmayaraq ki, satış qiymətləri çox ciddi şəkildə artıma uğrayıb və belə fikirləşirik ki, növbəti dönəmdə kirayə qiymətlərində artım daha çox olacaq. Bu proses həm də eyni zamanda daşınmaz əmlakın investisiya cazibədarlığının artması ilə bağlıdır. Bugün vətəndaşlarımız və o cümlədən sahibkarlar daha çox daşınmaz əmlak bazarına investisiya yatırımı edirlər ki, oradan müvafiq gəlir əldə etsinlər. Mənzil kirayə xərcləri bir çox ailə üçün də ciddi maliyyə yükünə çevrilib. Ev alıb yaşamağa da pul lazımdır. Ev alıb yaşayasan, kirayə də ki, neynəsinlər cəmaat? Qalır, amma çox bahadır. Bütün hər yer bahadır da, hər yer bahadır. İndi qabaq gedirdim Masazırasa da orada biraz ucuz. İndi orada bahalaşır. Pul olsa almaq sərf eləyər də, kirayədə qalmaq sərf eləmir axı. Qazancın yarıdan çoxsu kirayəyə gedir, sən də qarın toxlusu yeyə bilmirsən. Amma belə də ki, sərf eləməyən gedib qıraq yerdə qala bilər də. Az maaş alanlar, məhkəmə yəni belə kasıblar gedib ucuz yerlər var. Ev bahalaşdıqca kirayə qiymətləri də bahalaşıb da. O yerinə baxır da. Ola bilər qıraqda biraz 250-dir. Orta yerlərdə 300-350-dir. İqtisadçılar isə deyirlər ki, mənzil qiymətlərinin bu qədər yüksək olması kirayə gəlirlərini kölgədə qoyur. Yatırımcı həmişə düşünür ki, aldığı daşınmaz əmlakı icarəyə verərkən neçə ilə onun amortizasiya xərcləri də daxil geri dönüş eləyə bilər. İnkişaf etmiş ölkələrdə bu təqribən 12 ilə bərabərdir. Azərbaycanda birdən-birə 20 il və daha yuxarı bir müddətin alınması ondan xəbər verir ki, bizdə mənzil qiymətləri çox bahadır. Median qiyməti 1000 manatı bir cüzi olaraq keçməsi bu o deməkdir ki, ölkədə icarəyə verilən mənzillərin yarısı 1000 manat civarındadır təqribən. Yəni bu da kifayət qədər kiçik bir məbləğdir evlərin qiymətinə nisbətən. Evlər çox baha olduğuna görə. Mütəxəssislərin fikrincə bu tendensiya davam edərsə gələcəkdə yatırım kimi əmlaka pul qoyanların sayının azalmasının şahidi ola bilərik. Elmira Seyfəddin qızı, Rizvan Əkbərli, İTV Xəbər.